sana Emel. Tamam. Salam aleyküm gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Necəsiniz gözəl xanımlar? Deməli gecə saat 02:48 dəqiqədir. Ayın 4-dən 5-ə keçən gecədir. 3-ə 12 dəqiqə qalır. Mən səsimi yazıram. İnşallah ki qoyacağam, yüklənər, amma sabah axşam, ayın 5-i axşam paylaşacağam sizlərlə. Biz yəni yüklüyürük, düzdür, mən elə yükləyən kimi də paylaşıram sizlərlə. Çox təsadüfən belə olur. İndi yüklənəcək inşallah, sabah axşam sizlərlə paylaşacağım. Gözəl xanımlar, necəsiz? Sabah bu video paylaşanda artıq 10 gün olacaq ki, mən video paylaşmırdım. Heç bu qədər ara verməmişəm, artıq 7 ildir. Bu kanalı işlədirəm. 3 gün, bəzən 5 gün olub, amma bu dəfə 10 gün oldu. Üstünüzə sağlıq xanımlar. Yəni mənim səhhətimdə problem olmasa, mən həmişə davam edirəm paylaşımlarıma. Sağ olsun xanımlar yazırlar. WhatsApp-a da yazırlar. Instagramda da soruşurlar. TikTok'da da yazıb soruşurlar. Sonra burada Shorts videolarda da rəy bölməsində yazırlar. Sonuncu videom rəy bölməsində yazırlar. Soruşanlar, soruşmayanlar, hər birinizdən Allah razı olsun gözəl xanımlar. Xanımlar, üstünüzə sağlıq. Təzyiqimdə mənim təzyiqim elə deyirdi, el arasında oynayır. Mən də qalxır, yenir, özümü çox pis hiss edirəm. Burada xanımlar, oğlum alış-veriş etmişdi, kiçik alış-veriş etmişdi, gətirmişdi. Bu sosiskalı kalbasalar göstərən bəzən xanımlar soruşurlar, hansı kalbasalardan istifadə edirsiniz. Mən uşaqlara deyirəm, nə alırsınız, alın, yəni halal olsun. Daha çox sab, hicaz belə alırlar. Halal olsun da. Xanımlar, bu smetanlar çox dadlıdır. Allah, smetanı xamada heç bilmədim. İkinci dəfə də alır oğlum. Birinci dəfə alanda 25% idi. O çox dadlı idi. Evimizin yanındakı marketdən almışdı. Sonra da bu ikisini almışdı. Dedim, amma elə ikisi qalmışdı, aldım. Biri 20%, biri 15%. Onlara bəyənmədim. Yəni yağlılıqlar az idi da. Amma 25% olanlar çox dadlıdır. Bu gün də xanımlar alış-veriş etmişəm. O alış-verişi bu videoya əlavə etmədim. Dedim, həm uzun olmasın, həm də ki, artıq neçə gün, 10 gün paylaşım etmirəm. Qısa bir paylaşım edeyim. İnşallah onun gələn videoda. Bu gün məli ilə çıxmışdıq alış-verişə xanımlar. İnanın ki, üstünüzə sağlıq. Heç belə yenə özümü yaxşı hiss etmirəm. Amma toparlanmaq məcburiyyətində idim. Yaşlı nənələrimizin, analarımızın bir sözü var. Deyirdilər ki, yataq insanı özünə çəkir. Ona görə yəni güc toplayıb ayağa qalxmaq lazımdır. İnanın ki, yəni gedə bilmirdim. Günayın evdə işi var idi. Elə oğlum, ikinci oğlumla getdi alış-verişə. Yəni mən tək gedə bilmərəm xanımlar. Da yolda başıma bir iş gələr. Təzyiqli insanam falan. Məlik özünü öldürdü, dedi, mən də gedirəm. Məlik də getdi. Nənəsində çoxlu yordu, incitdi, nənəsi ona qurban. Bir dənə izləyicimiz gördü, Məlik tanıdı. Real marketə getdi, o böyük real marketə. Mən ora niyə getmirəm? Mən əslində oranı bəyənirəm. Günay ki, aparıram salona. Günay apardığım salon, düz indi başqa salona aparıram. Həmin salonlar el yaxındır bir-birinə. Onlara yaxın biz, o realın balaca filialıdır, nədir? Ora gedirik. Oranda heç xoşlamıram. Belə deyək də, qənaət edirik. Bir durdan taksi ilə bu yana gəlmirik, belə etmirik. Amma belə birbaşa gedəndə mən bu böyük reala gedirəm, sevirəm. Xəyal bazarı. Belə, oradan edirik alış-veriş. Oğlumla getdi, Məlik də bizlə getdi, nənəsi ona qurban. Bir izləyicim tanıdı Məliki. Sonra da bazarda da, yəni taksimlə də orada bir izləyicim məni tanıdı. Hər dəfə çıxanda izləyicilərimlə qarşılaşıram. Mənim üçün də xoş olur. Gözəl xanımlar, burada da Məlik mənə imkan vermir. Orada da səsi almışam, tezləşdirmişəm. Pişik kimi səs arxadan gəlir. Arada verirəm, o qarışdırır. Burada kirpi pirojnası edirəm xanımlar. Deməli, dünən etdim səhər-səhər. Sonra da Günay sobada kartoşka, deməli toyuq qoymuşdu. Da onun mən bişməyini çəkə bilmədim. Biz getdik alış-verişə.
Alışverişdən də gəldim ki, yeyiblər, belə deyək də pozulub üstü, da çəkib sizə orasını da çəkmədim. Belə gözəl xanımlar, istədim belə qısa bir video ilə günlər sonra bir giriş edim ki, yəni sonra başlayayım videolarıma. Belə işlərim də çoxdur. Sabah bacım bəlkə gəldi bizə. İnanın nə qədər iş görmüşəm. Padvala düşmüşəm, çəkmişəm video. Gələn videoda yəqin paylaşaram sizlərlə. Alışverişimi də paylaşacağam. Məliklə necə alışverişə getmişdik. Padvala düşdüm xanımlar. Aylardır mən Padvala düşmürəm. Elə Günay sağ olsun gedir, götürür, gəlir. Elə dedim düşüm Günay indi bilməzdən mən düşüm görüm nə var, nə yox. Gətirim. Elə gətirdim həyətdə də çəkdim sizin üçün. Elə həyətdədir. Səhər Günay hamısını gətirər də. Mən sadəcə yığdım həyətə ki, Günay bilsin hansılar gətirmək lazımdır. Elə bir dənə mürəbbədən tapdım, bir dənə bu mürəbbədən tapdım. Siz demə xanımlar, Padvalda bizdə deməli lobya var. Mən lobyanı sevirəm. Uşaqlarım sevmir, Günay ilə mən sevirik. Siz demə lobyalar qalıb, heç mən elə bilirəm yoxdur. Heç Günay da yəqin fikir vermir. Lobya da gətirdim, dedim balkonda qalsın gözümüzün qarşısında. İnşallah bişirərik, yeyərik. Təzə lobyalar çıxıb, biz hələ pançıları yeməmişik. Belə xanımlar, bacım dedi bəlkə gələcəm sizə, düşdüm komport, mürəbbə, nə bilim belə də əlimə keçəndən Padvaldan çıxartdım. Sonra yağ almışdım, ər etdim, əslində onlar səhər edəcəkdim. Dedim səhər rəhmətli anam demişkən, axşam işi tapılmışdı, səhər çatdırmaram. Mən xanımlar, biləndə ki, bizə kimsə gəlir, kimliyinə asılı olmayaraq, evimə qonaq gəlir, evimiz həmişə qonaqlı qaralı olsun. Nə istəyirsən? Xanımlar, mənki də görürsünüz, imkan vermir, yarıda deyir, ver mən yiyeyim. Mən narahat, mənim anam elə idi rəhmətli, mən narahat oluram, axşamdan heç yatmıram, mən səhərə qədər, düzdür onsuz da yatmıram, yəni də mən ancaq elə neyini, adi bir dənə yemək bişiririk də, ya bir dənə nəsə edirik də. Yox, mütləq mən axşamdan hazırlıqlı olmalıyam. Ay aman, ora təmiz olsun, bura təmiz olsun. Həmişə evimiz təmizdir. Amma məndə kompleks var da xanımlar. Yağımı əritdim, dedim səhərə tapılmış olsun. Kənd çolpası almışdım, onu qoydum bişdi, əti qoydum bişdim. Kəvər almışdım, dedim səhər kəvər plov edərəm də. Belə yağ çıxarmışam, səhər tez birinci şirniyyatımı edəcəm. Belə biləndə ki, kimsə gəlir, mən elə oluram. Mən çox sevirəm qonağı xanımlar. Mən həqiqətən qonaqpərvərəm. Hər zaman da qeyd edirəm, kimliyinə asılı olmayaraq, ay bacım gəldi, bacıma ekstra belə gözəl qulluq edim, başqasına yox. Mən o içimdən gəlir, mən öz qabiliyyətimi göstərirəm, kimliyindən asılı olmayaraq, qapımdan kim içəri daxil olursa, eyni münasibəti göstərirəm mən. Belə gözəl xanımlar. Burada armudu stəkanla kəsdim ki, biraz sayı çox olsun. Mən ümumiyyətlə xanımlar, kakaolu nə şirniyyat sevmirəm, nə dondurma sevmirəm, nə konfet sevmirəm. Ümumiyyətlə kakaolu sevmirəm. Amma uşaqlarım sevirlər. Burada da imkan vermir ki, deyir mən edim xanımlar. Nənəsi ona qurban. Mənlə gedib alışverişə, xanımlar gedir ondan götürür, bundan götürür, ondan götürür. Mənlə tək olanda xanımlar, mənlə çox istəyirəm öz yerində, Məlik məndən çəkinir. Amma bir nəfər yanımızda artıq adam oldu, ya maması oldu, ya nə bilim, məsələn, əmsi ilə getmişik, da artıq Məliki tanımaq olmur. Amma ağıllıdır, deyirəm, bu olmaz, apar qoyur yerinə, o olmaz, apar qoyur yerinə. Allah təala bütün balaları qorusun. Belə xanımlar, üstünüzə sağlıq. Deyim, niyə belə olmuşam xanımlar? Sonra deyirlər ki, yürüyüş yapın. Deməli, mən 3 gün, videomda azdır, fikrimi tamamlaya bilməyəcəm. 3 gün mən Məliki çıxartdım gəzdirməyə. Həm dedim, balam da bütün gün evdə olur, qoy çıxarım, gəzdireyim. Həm də oğlum işdən gəlir, cavandılar, onlar otururlar, nə bilim, kino izləyirlər, film izləyirlər, neyniyirlər. Mən o biri 2 oğlum da, balaca oğlum gecə saat 2-nin yarısı gəlir, o biri oğlum da gecə saat 10-da gəlir. Bunlar yəni cavanlar evdə tək olurlar. Mən də Məliki götürürəm. Dedim ki,
Yəni özümə görə yox. Bəzən deyirlər yürüyüş edin, ayağınız açılsın. Yox ay xanımlar, o vaxtında yürüyüş etmək lazımdır. Mənə zərərdir. Valla mən biraz artıq 5 addım gedim, mənə zərərdir. Mən özümü çox pis hiss edirəm. Deməli, sahada baxırdım, saat yarım. Məliklə çıxırdıq, belə gedirdik. Bizim evin yanında kanal var. Kanalı gedirdik o başa, gəlirdi bu məhəllələrlə də, yəni qonşuların məhəllələrlə də. Oradan belə fırlanırdıq, gəl yavaş-yavaş da. Xanımlar, bu arada deməli bu çiyələkdir, balaca-balaca doğramışam. Səhər yeməklərində yaxşıdır, sonra belə istifadə edirəm. Düzdür, soyduzdan çıxarmışam, biraz bəş kimidir. Çox ləzzətli olur. Xanımlar, pirojnolar da ki, tək-tək elədim, sayı çox olsun, həm də ki, belə yemək daha rahatdır. Amma qonaq falan olanda mən üst-üstə qoyuram ki, hündür olsun. Ya bir dənə də olsa arasında kəsirəm. Elə dedirəm, belə dedirəm. Sizlər ki, mən söhbət edim, xanımlar. Sonra məhəllələrdə indi skameyka falan olurdu, otururam, dincəlirəm. Məlikə də götürürəm də evdən yemək zad verirəm, yeyir. İnanın 3 gün elə Məlikə apardım, gəzdirdim. Nə bilim 5 addım gedirik, otururuq, nə bilim 3 addım gedirik, otururuq. İnanın ki, xanımlar elə bil məni döydülər. Elə xəstələndim. Təzyiqim qalxdı, yendi. Elə bilin ki, məni döyüblər də. O qədər. Sümüklərim, çox üzr istəyirəm, sümüklərim sınıq-sınıq idi. Dedi, Damin, mən bir də bayra çıxmayacağam. Yəni elə oldu. Elə biraz da ara vermək istədim. Çünki mən sizlərə dedim ki, shorts videolar paylaşmayacağam. Çox gec-gec paylaşacağam, 10 gündə falan bir. Gördüm elə həmin izləmələrdir. Sonra bir də başladım paylaşmağa. Onsuz da mən o videolar çəkirəm. Çəkdiyim videoların içərisindən shorts videolar çıxarıram da. Bəzən xanımlar deyirlər ki, shorts videoların ölçüsü niyə elədir belə tərsinə qoyursunuz. Xanımlar, biri var shorts videoların öz ölçüsündə mən video çəkirəm. Bir də var bu çəkdiyim videonu, axı bunun ölçüsü balacadır. Bunu mən shorts video eləmək üçün onu belə çevirirəm ki, nə bilim, elə rahat baxasınız da. Ona görə bəzi xanımlar yazırlar, soruşurlar. Belə xanımlar, pirojnolar hazırdır. Ballarım nuşicanla yedilər. Sizlər də hazırlayın, ballarını nuşicanla yesinlər. Hər zaman hazırladığım resepti 4 ədəd, 5 ədəd yumurta o listimizə görə də. 1 stəkan şəkər tozu, qabartma, vanil. Heç mən buna xanımlar nə qatıq, nə süd, nə də ki, bitki yağı əlavə etmədim biskvitinə. Çünki kremin çox edirəm, uşaqlar sevir. Krem də yağlı olur. Ona görə heç biskvitinə nə yağ, nə bir şey əlavə etmirəm. Belə. Yəni ki, Məlikə görə məyil oldum. Dəyə 3 gün balam elə çıxartdım. Sonra da elə bil ki, mənə döymüşdülər də o vəziyyətdə idim. Həm də ki, biraz dedim elə biraz da ara verim videolarıma. Çünki xanımlar heç izlənmir. Böyük oğlum deyir ki, mama, onsuz da söz keçirə bilmirik. Sən onsuz da bildiyi edirsən də. Yəni əziyyətinə dəyməz də. Xanımlar, 10.000 mən izlənə bilmirəm. Yəni bu bir abırsılıqdır da bu qədər abunəyə. Oğlum deyir ki, 10 gündən bir, həftədə bir hobbi olaraq əvvəlki kimi də necə hobbi olaraq açmışdın. Hobbi olaraq paylaşım elə. Biri yəni sən yoruraq əziyyət çəkirsən. Mən deyirəm yox da. Ona görə biraz da ara verdim. Amma həm də ki, yəni çox üzr istəyirəm, yataqda idim də, yəni təzyiqimlə bağlı. Burada da xanımlar 2 dənə toyuqdur, Günay qəşəng duzluyub, istiyordur, belədən marinat deyirlər, nə deyirlər, eləyib. Aşüzəndə saxlayır ki, suyu zada tökülsün, neynəsin, geçsin, elə soyduzda da elə saxlamışdı xanımlar, qoyur bişməyə, mən gedirəm alış-verişə. Alış-verişi bura əlavə etməmişəm. Burada da o bir oğlum alış-veriş edib gətirmişdi. Allah Taala hər kəsin ruzisini bol etsin, ruzimizə əsas bərəkət versin. Belə, Allah bütün balaları qorusun, bizim də balalarımız onların içərisində. Demək, Günay qoyur bişməyə, bir yarım saat qalanda pomidorunu falan bibərin üzərinə qoyur da mən o hissələr çəkə bilmədim. Xanımlar, hər birinizi öpürəm, Allah amanda qalın, Allaha əmanət olun. İnşallah yeni videolarda görüşərik.